Ali məqamlı rəhbərimiz İmam Seyyid Muştəba Xameneyi Həzrətləri yeni strukturayla və yeni nəfəslə Müqavimətin Mərkəzi İran İslam Respublikasını və Müqavimət Cəbhəsini zuhura zəminə yaratmaq yolunda daha bir böyük addım atmağa sövq etdi. Allahın salamı olsun sizlərə, əziz və hörmətli bacı və qardaşlarımız. Xoş gördük sizləri. Son dönemdə baş verən hadisələr gözlər önündədir və sanki həlledici günlərə yaxınlaşdıqca həm Haqq cəbhəsində, həm də Epstein alyansında, şeytan cəbhəsində son döyüşə doğru, döyüşün son mərhələsinə doğru və sözünü verdiyimiz kafir dəstənin tabutuna vurulacaq son mismara doğru bir sıra prosesləri hər iki cəbhə intensivləşdirir və göstərir. Elə bu kontekstdə qısaca olaraq bugünkü proqramda ümumi şəkildə bütün dünyanın diqqət mərkəzində olan rəhbərimizin bir növ struktura dəyişiklikləri və önəmli, mühüm olan postlara 6 təyinatından danışacağıq. Əlbəttə, detalları və təfərrüatlarına hadisələr davam etdikcə gələn proqramlarda inşallah həyatda olmaq şərti ilə, yaşamaq şərti ilə toxunacaq. Amma rəhbərin bu təyinatları bizlərə nə verir? Məxsusən şəxsən mənim özüm üçün bu 6 təyinatdan hamısı mühümdür yerində. Amma ən azı 3-ü, 4-ü bu mühümlərin içində daha böyük hadisələrin xəbərçisidir. Hansılardır bu 3-ü, 4-ü? Məxsusən İranın Ali Milli Təhlükəsizlik Şurasında Mohsen Rezai Sepahın müqəddəs müdafiə 8 ildə müqəddəs müdafiə illərində və ondan da əlavə 10 il təqribən baş komandan olmuş şəxs və bu son müharibələrdə də əsas söz sahiblərindən olan bir şəxs dövləti və diplomatikanı daha çox hərbiləşdirmək meyilli və daha realist baxışa malik olan bir şəxsi rəhbər, belə deyək, ikili vəzifəyə təyin edir əslində Təhlükəsizlik Şurasında İranda. Birincisi özünün nümayəndəsi, ikincisi də Pezeşkiyanın da təsdiqi ilə rəhbərin göstərişi ilə Ali Milli Təhlükəsizlik Şurasının baş katibi təyin olunur. Bu sadaladığım xarakterlər qısaca olaraq diqqət eləyin. Və əlbəttə o baş katib Zulqədir də bundan öncəki rəhbər ona yeni post olaraq özünün siyasi müşaviri təyin edir. Bundan əlavə mənim üçün dediyim bunların 3-ü, 4-ü çox belə deyək, kəskin əhəmiyyət təşkil edir. Sepahın baş komandanı hələlik əvəz edici olaraq Sərdar Əhməd Vəhidi idi. Qısaca olaraq Sərdar Əhməd Vəhidi Səlami Pakpurdan sonra ki gəlmişdi. Bəlkə onlardan da çox siyonistlərin, Sion lobbisinin, siyonistlərin dünya üzrə fərq etmir, Amerikada, Qərbdə, İsraildə fərq etmir, qorxulu rüyasıdır. Bu adam rəhbər tərəfindən əvəz edici rolundan birbaşa ilə Sepahın ilə baş komandiri olaraq təyin olunur. Dediyim kimi bunların detallarından gələn proqramlarda
İnşallah şərait olsa danışacağım. Növbəti həssas bir təyinat Cənab Tayyibin Bəsic üzərində, Bəsic necə deyərlər, təşkilatı üzərində yeni rəhbər təyin olunması. Onların komandiridir, Bəsicin komandiri. Bu Tayyib də həm Vəzarət İttilat, yəni İranın Kəşfiyyat Nazirliyi, həm də Sepahın Kəşfiyyat Təşkilatında komandir olub və çox həssas adamdır. Və bu müharibələrdə İsrail bir-iki dəfə xəbər buraxdı ki, güya cinlər vasitəsilə falan onu öldürmüşük. Onu terror etmək istəyirdilər. Bu xəbərləri buraxdılar ki, o üzə çıxıb özünü göstərsin, amma o üzə çıxmadı. Yəni, bu da ən azı Sepaha başkomandan təyin olunan Vəhidi kimi həssas insandır və qarşı tərəfin qəssablarından biri hesab olunur. Və Bəsic təşkilatı ki, İranda hələ məlum olan 10 milyon, 20 milyon arası Bəsic məsələsi var. Bunlar könüllü deyil, biz deyirik könüllü, könüllüdən daha irəli bir təşkilatdır. Can fəda, can bərkəf deyirlər Bəsicə. Yəni, canları əllərinin, ovucularının içindədir həmişə. Və bu Bəsic təşkilatı bir növ Sepahın infrastrukturası sayılır. Bizdə o altyapı ki deyirlər, alt bazası sayılır. Necə ki Sepah, mərhum İmam Xomeyni rəhmətullahi əleyh Sepah barəsində o vaxtı demişdi ki, əvvəllərdə inqilabda Sepahı o qurdu. Demişdi, Sepah olmasaydı məmləkət olmazdı. Sanki Sepah bütün sektorlarıyla ikinci İran sayılır. Elə bil, bir İran bu planetdədir, bir İran ayrı bir planetdə. Necə ki, İranda Vəli Fəqihin nəzdində dövlət strukturası, dövlətə aid sektorlar var. Sepah da belə bir strukturadır ki, ona aid sektorlar var. Dövlətin tibb sektoru var, nə bilim, texnoloji, iqtisadi filan sektorları var, Sepahın da var. Əlbəttə, təəssüf ki, bu 47-48 il inqilabdan ucu bu tərəf olan zaman dönəminin 35 ili islahatçı və qərbə meyilli və bəziləri hətta xiyanət edən dövlətlərin əlində olduğuna görə Sepaha bir çox sektorlarda dövlət imkan vermirdi. Məsələn, Hacı Qasimə Ruhani yaxşı münasibət göstərmirdi, Zərif Ruhani. Qərb meyillilər imkan vermirdilər, çox Sepahla işləmirdilər. Sepah amma yenə də o dediyim o Bəsic ki, onların altyapısıdır, alt bazasıdır, infrastrukturası sayılır. Bəsic və Sepah canları əllərində bu sektorlarda inkişaf elədilər və dövran gəldi çıxdı 3-cü rəhbərimizə, Xameneyi. Burada bizim müşvar var da, çöllərdə, insanlar xiyabanlarda. Dəst-i Xuda əyan şod, Xameneyi cavan şod. Yəni, Allahın əli göründü, Xameneyi cavanlaşdı. Və bu Xameneyi bir çoxları, hətta bir çox dünya ekspertləri, bəzən hətta Koreyalı, Yaponiyalı, belə deyək də, ağılları biraz güclü işləyənlər, hətta bəzi astronomlar və astroloqlar da indi öz səviyyələrində bizim bu yeni rəhbərimiz barəsində əcib-qərib nəzərləri var. Əlbəttə, bəzən ifrata varlar, bəzən öz prinsipial baxışları ilə dəyərləndirirlər, amma ümumilikdə nəzərləri budur ki, Xomeyninin sərtliyi və Xameneyinin yüksək səviyyəli tədbir qabiliyyəti, ikisi də bu kişidə toplanıb ki, Allah inşallah onu hifz eləsin, dualarımızda onu unutmayaq. Bütün bu qısa olaraq, ümumi olaraq toxunduğum təyinatlara diqqət eləsəz, bu Bəsicdə də ki, Tayyibin, Cənab Tayyibin, Sepahın kəşfiyyat qolunun komandiri olmuş bir şəxsin Bəsicə, Sepahın alt bazasına da təyin olunmasına diqqət eləsək, bu bizə bir şeyi yadımıza salır. Bizi izləyənlər bilər, o bağlanan kanallarımızda da,
və bu kanalımızda da bir şeyə çox təkid edildi və son bu müharibə dövründə də bir neçə proqramda mən danışmışam bu barədə. 2 il bundan öncəki 3-cü ildə artıq Pezeşkiyanın biz nə demişdik? Mən deyirdim ki, Pezeşkiyan dövləti xarici və daxili siyasətdə pisli yaxşılı inqilab 2-ci və ya 3-cü İranda qloballaşmaq üzrə olan inqilab olacaq. Və demişdim, bu inqilabın nəticəsində xalq birbaşa rəhbər və rəhbərə bağlı olan strukturaların arxasına yığılacaq. Silahlı qüvvələr, məxsusən də Sepahın arxasına yığılacaq. Bizi izləyənlər bunu bilər ki, biz dəfələrlə təkid etmişik bunu. Və diplomatikanın rolu getdikcə azalacaq. Bu mənada ki, şəxsi olaraq hansısa diplomat mümkündür meydanda qalsın. Amma artıq xalqla rəhbər və Sepah və silahlı qüvvələr arasında fasilə təqribən götürüləcək və diplomatlar da məcbur olacaq sepahlaşmağa bir növ. Və təsadüfi deyil ki, rəhbərimizin 2 gün bundan öncə Pezeşkiyan rəhbərlə görüşdü, 7 saat görüş çəkib və bu 7 saat ərzində necə aparılıb görüşə, harada görüşüblər, Pezeşkiyana nələr, hansı tapşırıqlar verilib filanları bunları qoyuram kənara. Bu görüşdən sonra Pezeşkiyanın danışdığı sözlərdən biri də bu idi. Bizi ilə Sepahın arasında heç bir fasilə və məsafə yoxdur. Bu dediyimiz bu rəhbərin təyinatları və qarşı tərəfə sərt mesaj göndərən təyinatlarının birinci mesajı budur. Dediyimiz kimi İran artıq tam inqilabın şəhid rəhbərin buyurduğu 2-ci addımına sürətlə qədəm qoyur. Həm bölgə regional olaraq, həm qloballaşaraq, həm də daxildəki təmizləmə prosesi ilə. Və bu təyinatların ikinci mesajı nədir? Rəhbərimiz böyük iti baxışı ilə, uzaqgörənliyi ilə və praktika adamı olmasını sübut eləməsi ilə, yəni əməl etməkdə gecikməməsi ilə bunu göstərdi ki, mürəkkəb, biz son zamanlar təkid edirik, oyun getdikcə mürəkkəbləşməlidir. Çünki qarşı tərəf əlindən gələni etməlidir. Əlindən gələni etməlidir, bilir ki, uduzub. Mürəkkəb oyuna qarşı bir növ mürəkkəb oyun hazırladı. Bu harada göründü? Rəhbər bu təyinatları təyin edəndən sonra bilirsiniz də Xatəmül-Ənbiyanın komandiri Abdullahını da İranın silahlı qüvvələrinin briqada generalı təyin etdi, briqada komandiri olaraq. Bu təyinatdan sonra həmin döyüşü, İranın döyüş mərkəzliyi də, döyüş beyni olan, döyüşü idarə edən mərkəz Xatəmül-Ənbiya ilə həmin o Xatəmül-Ənbiyanın komandiri Abdullahinin komandir təyin olunduğu briqadanın qərargahını birləşdirdi. Briqadanın qərargahı hücum və müdafiə və belə deyək də, silahların təmin olunmasında, təchizatların təmin olunmasında və s. rol oynayır. Xatəmül-Ənbiya da beyin. Yəni, sanki idarə beyin mərkəzliyi ilə bu mərkəzə lazım olan orqanları və necə deyərlər, cihazlar, təchizatları birləşdirdi. Və bu daha böyük mürəkkəb və dolaşıq bir oyuna çevrilir qarşı tərəf üçün. Çünki ayrı-ayrı olanda hərəsinin bir qərarı müəyyən qədər düşmənlər hansısa nəyisə proqnozlaşdıra bilərdilər. Və 3-cü rəhbərin ilə bu təyinatları mürəkkəb oyundan əlavə Mossadın da oyununu pozmağa yönəldi. Mossad çünki böyük uğursuzluqlardan sonra Mossad artıq kəşfiyyat təşkilatı olmaqdan, xarici kəşfiyyat idarəsi olmaqdan daha çox keçib xarici əməliyyat, terror əməliyyatları idarəsi olmağa və hərbi yönü daha böyük rol oynamağa başladı Mossadda və Mossadın içində də zəlzələlər bilirsiniz də Telegram kanalımızda
paylaşırdıq. Həmişə olduğu kimi kanalımızın linkini başlıq bölməsində və kommentlərdə pin edirik. Kommentlər bölməsində abunə ola bilərsiniz. Orada da paylaşmışdıq. Mossadda bu baxımdan uğursuz əməliyyatlardan sonra daha çox hərbiləşmə və əməliyyata meyillilik və kadr dəyişiklikləri və davadalaş. Bunun da müqabilində rəhbərimizin bu təyinatları və əməliyyatlarını dəyərləndirməyə dəyər. Dediyimiz kimi Xatəmül Ənbiya ilə ordu qərargahının birləşməsi əməliyyat baxımından Mossadın əməliyyat tipli xarakter almasına sanki bir növ cavabdır və bir Cənab Taibin bayaq dediyimiz Sepahın kəşfiyyat təşkilatında komandir olmuş, ittilaatda komandir olmuş, vəzifəsi olmuş bir şəxsin Sepahın alt bazası, infrastrukturu olan milyonlar bəsicin komandiri olması da bir növ bir tərəfdən Mossadın təhlükəsizlik zəlzələsinə qarşı bir cavabda və hücum doktrinası ki, elə sonuncu qeyd etdiyimiz məsələdə sanki son zərbəyə hazırlıq xarakteri daşıyır rəhbərin bu təyinatları. Niyə görə? Hücum doktrinasına keçirilib. Bu təyin olunan şəxslərdən ki danışdıq, istəyir Vəhidi olsun, Sepahın baş komandanı təyin olunması, dediyimiz Əbdullahinin, Xatəmül Ənbiyanın başçısı, ordunun qərargah rəisi təyin edilməsi, istəyir Mohsin Rizai kimi hücumçu bir şəxsin, amma aqil, beyni güclü işləyən bir şəxsin baş katib olması Şuamda, yəni Təhlükəsizlik Şurasında və Taibin kəşfiyyat naziri olan Taibin, Sepahın kəşfiyyatında olan Taibin də bəsicin başına təyin edilməsi, bütün bunlar bizə göstərir ki, rəhbər son zərbəyə hazırlaşır və bu da təsadüfi deyil ki, son günlərdə müxtəlif koalisiyalar, o bura qaçır, bu bura qaçır, Xəzər konvensiyası, nə bilim bu Qafqaz fəallaşması filan, bu sözünü vermişdik. Bunlar bundan sonra daha çox çapalamağa başlayacaqlar. Məsələn, Qafqazda Türkiyə, Ermənistan, Azərbaycan, o ondan koalisiya quracaq, Xəzər konvensiyası, o birisi, bu birisi, hamısını qarışdıracaqlar bir-birinə. Bu təbiidir. Yeni nizam İran mərkəzliliyi ilə yaranır və bu özünü təkcə artıq hərbi sektorda göstərmir, kəşfiyyat sektorunda göstərmir, təkcə təhlükəsizlik sektorunda göstərmir. Jeopolitik və strateji bir bəhsdir ki, bunun əsas bölmələrindən biri jeoekonomik bəhslərdir. Ona görə Xəzər konvensiyası filan məsələsində inşallah gələn proqramda ona da toxunarıq. Bu məsələlərdən çox atacaqlar ortaya və hər atdıqca da Trumpdan beş betər onun buradakı əlləri, satılmış hökumətlər özünü rüsva edəcək. Hər halda bütün bu təyinatlar bizə göstərir ki, İran artıq hücum doktrinasına keçib və təsadüfi deyildi ki, mən dünən, sırağa gün axşam canlı İran televiziyasında baxdım. Sepahın sözçüsü General Nəqdi danışdı. General Nəqdi, daha doğrusu Sepahın komandanının baş müşaviri bir söz işlətdi ki, artıq biz bu təyinatlardan sonra İran yox, İrandan xaricdə düşmənin, bax belə də, düşmənin torpaqlarında əməliyyat keçirməyə hazır olmalıyıq. Hər halda biz bir neçə ildir, məxsusən Tufanul Əqsadan bu tərəfə təkid etdiyimiz bir məsələ daha böyük ölçüdə reallaşdığı görünməyə başlayır. O da bu idi ki, mən sanki yenə də gözləyirəm, 2 ay sonradan məxsusən, bu 2 ay ərzində də proseslər olacaq, amma pik nöqtəsi burada mehraban aylarına adətən hazırlayırlar, ona görə deyirəm. Məsələn, sentyabrın ortalarından ta oktyabrın axırlarına, noyabrın ortalarına qədər həll edicim son mərhələnin ilk addımı böyük ehtimalla başlayar və bu 2028-in bu vaxtlarına, sentyabr-oktyabr aylarına qədər bu gedişat bizə göstərir ki, böyük ölçüdə bölgənin və dolayısıyla qlobal olaraq dünyanın taleyi həll olunmaq üzrədir.
Sonda dünən Peyğəmbərimizin və onun balası Əhl-i Beytin ikinci imamı İmam Həsənin, bugün isə 8-ci imamımız İmam Rıza əleyhimussalam, Allahın salam olsun hamısına, şəhadət günləridir. Başda İmam Zaman əleyhissalam olmaqla rəhbərimizə və bütün azadlıq sevərləri, o cümlədən siz əzizlərə təsliyə etdirik və Peyğəmbərimiz buyurmuşdu ki, zuhur olmayacaq, məgər bir hadisə baş verməlidir. Müsəlmanla Yahudun arasında böyük bir döyüş olmalıdır ki, o günlərə sürətlə yaxınlaşırıq. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik. Ya Əli mədəd.